Baxıram belə bir suala, sinus pi kosinus x bərabər 0 sualına 0 trigonometri tənliyə. Buradan bu tənliyə həll etsək, pi kosinus x bərabərdir sinus 0 alır, pi k'larda, pi'lər gedir, kosinus x bərabərdir k'ya. K daxildir tam ədədlərə və kosinusun da qiymətlər oblasti -1 aralı. Deməli, biz k'nın yerinə -1 arasındakı tam ədədləri yazarıq. Kosinus x bərabərdir bir dəfə -1, kosinus x bərabərdir bir dəfə 1 ola bilər və kosinus x bərabərdir 0. Yəni -1 də daxildir bu həllərə. Bu zaman bunları tək-tək həll eləməkdənsə, burada bir qısa yolla yazaq. Kosinusun da -1 və kosinusun 1 olduğu hallarda biz bilirik ki, sinus x olur 0. Və sinusun da 0, kosinusun da bərabər 0. Sinus x bərabər 0 bu iki həldən çıxdı və kosinus x bərabər 0. İndi bu ikisini həll eləyək. Bu ikisini həll eləmək üçün tərəf-tərəfə vururam. Sinus x vur kosinus x bərabərdir 0 da 0 vuranda 0. Bunu da hər tərəfini 2-yə vuranda, yəni həm sağın həm solunu 2-yə vursaq, 0 da 2-yə vuranda olsa 0 eləyir, bir də təkrar yazmıram. Bu ifadə də bizə verir sinus 2x bərabərdir 0. Deməli, həm sinusun, həm də kosinusun 0 olduğu tənlik sinus 2x bərabər 0 tənliyidir. Bunu da əzbər şəkildə yadda saxlaya bilərsiniz. Daha hazır şəkildə yazdıq. İndi biz ən sonda olaraq sinus 2x bərabər 0 tənliyini həll edirik. 2x bərabərdir 0'ı alır pi k'larda, x də bərabərdir pi bölü 2k. Baxın, həll tam şəkildə çıxdı ən sonda.